Bütün ömrünü əridirsən ki, şam kimi başqalarına işıq verə biləsən. Təbii ki, Allaha xatir. Təbii ki. Yəni, Allaha xatir. Özünü bu yola adayırsan, bu yola verirsən. Bütün yaşayışın bunun üstündə qurulur ki, mənə Allah Taala nə verib? Tutalım da, mənə istedad verib ki, dini təbliğ eləməyə. Hə? Səni incidirlər, səni sıxırlar, səni tuturlar, döyürlər. Amma sən bu yoldan qalmırsan. Bütün həyatını fəda eləyirsən ki, o həqiqəti çatdırasan. Çatdırasan, onları da başqalarına çatdırırsan ki, o həqiqət yaşasın, insanlıq yaşasın. Bunu, yəni deyirəm, sözdə demək asandır. Həyata gəlib çıxanda, insanlar deyir ki, nə mənə qalıb. Balaca insanın rahatçılığı ki, pozuldu ya, rahatçılığı. O dəqiqə başlayır ki, narahat olmaq, rahatçılıq pozulur ki,